Qurtuluş günü münasibətilə 10.000 kilometrlik moto görüşü başa vuran bakirlərimizin fədakarlığı Azərbaycanda da diqqət mərkəzindədir. Aynı Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin başçılıq etdiyi nümayəndə heyətini bugün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov qəbul edib. Baş nazirin müavini bakirlərin yürüyüşünü yüksək qiymətləndirərək Qurtuluş günü münasibətilə keçirilən bu aksiyanın təqdirə layiq olduğunu vurğulayıb. Əli Əhmədova Harley Davidson'ın emblemi olan köynək hədiyyə edən, moto yürüyüşə başçılıq edən Aynı Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Qurtuluş günü münasibətilə 8 ölkədə Heydər Əliyevə həsr edilmiş güşələri ziyarət etdiklərini deyərək yürüyüş boyu rastlaşdıqları maraqlı məqamlardan danışıb. Bu aksiya təbii ki, Heydər Əliyevin tarixi xidmətlərinə, Azərbaycanın xalqımızın taleyində oynadığı rola sizin verdiyiniz böyük qiymətdir, bir mənalı olaraq. Eyni zamanda bu özündə böyük bir fədakarlığı ehtiva edən aksiyadır. Çünki belə bir aksiyanı keçirmək, böyük məsafə qət eləmək, bir sıra çətinliklərə sinə gərmək və məlum olur ki, bu çətinliklər nəticəsində sizin komandanın üzvlərindən zədə alanlar da olubdur. Bunların hamısı mən belə hesab edirəm ki, sizin qəlbinizdə Heydər Əliyev şəxsiyyətinə olan dərin məhəbbətin ifadəsidir. Özümüzlə Heydər Əliyev fondu sağ olsun bizə verdiyi broşuralar, müxtəlif növ kitablar da götürmüşdük. Onları da yolda gedərkən paylayırdık. Belə ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Serbiyada Heydər Əliyevin heykəli abidəsi üzərində biz əklilər qoyduq, ziyarət etdik və ondan əlavə də digər Azərbaycana aid olan dəyərlərə biz baş çəkdik.